Salamlar, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mütəxəssislər Danışır rubrikasının 2026-cı ilin ilk buraxılışına, eyni zamanda rubrikanın 4-cü buraxılışına start veririk. Bugünkü qonağımız texniki təminat üzrə uzun illik təcrübəyə malik, neft, qaz, tikinti və digər sənaye sahələrində yaxından iştirak etmiş dəyərli mütəxəssisimiz Hikmət Bağırbəyev olacaq. Bugünkü mövzumuz isə texniki rəhbər risklə necə kompromisə gedir adı altında iştirak edəcəyik. Hikmət bəy, xoş gəlmişsiniz, hər vaxtınız xeyir olsun. Təşəkkür edirik, bugün bizə qoşuldunuz. İnşallah, ümid edirəm ki, böyük bir təcrübənizdən bizlərlə bölüşəcəksiniz, faydalanacaq, eyni zamanda İnşallah maraqlı olmalıdır. Bizə bugün sizlərə çoxlu suallarımız var. Xoşdur, xoşdur. İstərdik ki, dediyim kimi təcrübənizdən faydalanaq. İlk sualımız necə olacaq? Texniki rəhbər kimi risklə ilk ciddi üzləşdiyiniz anı xatırlayırsanızmı? O an tərəddüdə düşdünüz və ya düşmədiyiniz anlar olubmu? Yəni bir situasiyadan danışarız bizim. Elton bəy, bir də istəyirəm sizə təşəkkürümü bildirim dəvətiniz üçün. Sizin Safety First kollektiv təşəbbüsünüzü çox dəyərləndirirəm və izləyirəm və hesab edirəm ki, çox faydalıdır. Təşəkkür edirəm. Sualınız maraqlıdır. Bir balaca illər keçib üstündən deyə adama elə gəlir ki, çox çətindir yada salmaq. Yəni 20 ildən çox olub üstündən keçib, amma mənim indiyənə kimi yadımdadır. Belə bir təcrübə. Cavan idik, yeni qədəm qoyurduq idarə etmə sisteminə, sənayədə və indiyənə kimi niyə görə yadımdadır? Çünki ondan sonra mənim bu təhlükəsiz işə baxışım dəyişilib. Yükləmə əməliyyatı idi və bildiyiniz kimi bu 1 tonluq IBC deyilən çənlər olur. Dizel yanacağı dolu yükləməli idi, qazel, açıq qazel tipli yük maşınına və çəngəlli yükləyicinin çəngəlləri çatmırdı. Uzunluğu çatmırdı ki, o həmən IBC-ni düzgün qaydada bir içəri, yəni ki, maşınanın ortasına yerləşdirməyə cavanıq, güclü, özümüzə həddindən artıq arxayınıq. Haydi, əllə və ondan sonra yerləşdirdik, nə yalan deyim. Yəni, istədiyimiz nəticəni əldə etdik. Yalnız sonradan dərk elədik ki, biz onu necə yanlış yolla əldə etdik. Şükür Allah'a heç kimə heç nə olmadı, amma düşüncə tam olaraq dəyişildi. Bax, riskli, bilərəkdən yox, bilməyərəkdən riskli birinci mənim rəhbər olaraq gördüyüm iş oldu. Okey, indi bu anda belə bir sual çıxır ki, sizcə texniki rəhbər risklə kompromisə bilərəkdən gedirmi? İndi sualın bir də cavabını almış ki, orada artıq. Yoxsa bu proses tədricən və hiss olunmadan baş verir? Bu da gözəl sualdır. Onun bir neçə cavabı olması açıq-aşkardır. Çünki necə ki insanlar fərqlidir, elə də risklər fərqlidir. Riskləri təyin eləmək üçün bildiyiniz kimi hamımız artıq bu məlumat çox adamın diqqətinə çatdırılır ki, təhlükələr təyin olunmalıdır. Təhlükələri də təyin eləmək üçün düzgün, kifayət qədər bilik, bacarıq və təcrübə lazımdır ki, o da kompetent, səriştəli insanın anlayışlarıdır. Kimə deyilir biz səriştəli şəxs? Ümumiyyətlə qəbul olunub ki, səriştəli şəxs bilik, bacarıq və təcrübəsi olan şəxsdir. Amma mən həmişə ona özümdən deyil, əldə elədiyim məlumatların əsasında həmişə bir şeyə əlavə eləyirəm. Mənim aləmimdə, yəni mən onu elə dərk edirəm ki, səriştəli şəxs biliyi, bacarığı, təcrübəsi və vaxtında düzgün sual verə bilən şəxsdir. Çünki sual həqiqətən də tərəddüd elədiyim vaxtı düzgün mənbədən, düzgün məlumatı əldə eləmək bəzən kritik olur. Nə qədər səriştəli olursan ol. Ona görə mənim üçün, mənim gözümdə səriştəli insan budur. Okey. Gözəl, çox sağ olun. Deməli, sizin sualınıza tam dəqiq cavab vermək üçün əlbəttə ki,
əlbəttə ki, texniki rəhbərlər və ümumiyyətlə texniki işçilərin əksəriyyəti ən çox da başlanğıc mərhələlərdə bilərəkdən risklərlə kompromisə getmirlər. Onların risklərlə heç kompromisə getdiklərini vurğulaya da bilmirik. Çünki onlar sadəcə olaraq, yəni bizlər müəyyən mərhələdə sadəcə olaraq o riskləri vaxtında təyin eləyə bilmirik. Və elə bilirik ki, onlar yoxdular. Çünki biz onları görmürük. Biz işimizi görürük. Riskli iş görürük, amma onu anlamırıq. Və bir cür də kateqoriya var ki, hansı ki riskləri görür, amma təcrübə onlara göstərir ki, bu risklər hər dəfə nəticə ilə yekunlaşmır. Yəni risk var, amma heç nə olmur. Mən belə eləyirəm, səhv eləyirəm, amma heç nə baş vermir. Və complacency kimi belə bir anlayış əmələ gəlir, yəni həddindən artıq arxayınçılıq. Və hətta ingilis dilində elə bir ifadə var, normalization of deviance. Yəni ki, qaydalardan kənarlaşmanın normallaşdırılması, belə bir proses var. O çox təhlükəli. Bəli. Həm vərdiş, həm bəzilər onun əsasında onu normal iş qrafiki kimi, yəni ki, başlayırlar istifadə eləməyə ki, bu da bəlli ki, çox böyük təhlükədir, bəli. Məqsəddir və s. Və əlbəttə ki, insanıq heç vaxt nə sənayədə, nə inzibati işlərdə, nə evdə heç vaxt yaddan çıxarmayaq ki, insana xas olan müxtəlif xasiyyətlər var. Bilərəkdən bəzən biz səhv iş görürük. Yəni bu kateqoriyada olur və bunların hamısını idarə eləməyə bircə yolu var, o da mədəniyyət, təhlükəsizlik mədəniyyəti. Ki o da bir günə yaranmır, əfsuslar olsun. Söz, əlbəttə ki. Çox sağ olun Şöhrət bəy. Keçək növbətimizə sualımıza. Buyurun. Ben riskdən danışırıq da. Bəs sizin təcrübənizdə risk qiymətləndirilmiş, daha doğrusu risk qiymətləndirilməsi aparılmış işlərdə sonradan gözlənilməyən hansı məqamlar ortaya çıxır? Bu əslində çox gözəl sualdır bu. Çünki bu riskin qiymətləndirilməsinin prosesinin gedişatını izah edən bir sualdır. Bəli. Riskin qiymətləndirilməsi bir dəfə baş vermiş və bitmiş bir proses deyil. İşin başlanğıc nöqtəsindən, hətta planlama nöqtəsindən, işin bitirmiş xeyir, hətta onu sonradan bitmədən sonra təzədən yoxlanışa qədər baş verən vaxt ərzində riskin qiymətləndirilməsi aktiv sayılır. Və yazılanlar, hesablananlar, hətta qabaqcadan planlaşdırılmış məyarlar hər gün, hər saat, hər dəqiqə dəyişə bilər. Ona görə bu riskin qiymətləndirməsinin ən vacib məqamı işin gedişatını mütəmadi yəni yoxlanmasıdır. Şərait çox amillər təsir edə bilər. Ən sadə birinci ağla gələn hava şəraiti. İkinci insan dəyişikliyi, hər hansı bir dəyişiklik ki management of change deyilir ola, dəyişikliklərin irəliləməsi. İnsan dəyişə bilər, hava dəyişə bilər, maliyyə dəyişə bilər, avadanlıq dəyişə bilər. Bəzən bizdən asılıdır o, bəzən bizdən asılı deyil və ona görə də riskin qiymətləndirilməsini mən etdim. Bu iş artıq rahat görülə bilər, anlayışı yoxdur. İş bitənə qədər o riskin qiymətləndirilməsinə hər zaman qayıtmaq lazımdır ki, baxasan dəyişiklik oldu ya yox. Bu əsas prinsiplərdən biridir. Növbəti sualımız budur ki, texniki komandalarda risklə işləmək bacarığı hansı mərhələdə və necə formalaşır? Hər bir komandada olduğu kimi, yəni texniki komandanın o qədər də mən fərqini görmürəm onda. Yeganə fərq nədədir? Ola bilsin kompleks işlərdə bir balaca texniki komandanın həm biliyi, həm səriştəsi biraz daha üstün tələb olunur. O da sənayədən sənayəyə dəyişir. Qeyd elədiyimiz kimi, təhlükəsizlik bir mədəniyyətdir. Təhlükəsizliyin mədəniyyətinin inkişafı yolunda 3
amil var, hansı ki mütəmadi olaraq həm inkişaf eləməlidir, həm riayət olunmalıdır, həm nəzarət olunmalıdır. Bildiyiniz kimi birinci ən sadəsi qanundur. Yəni biz qanuna hamımız bir vətəndaş olaraq, bir insan olaraq Sözsüz. qanunlara riayət eləməliyik. Bəli. İkinci, bu bizim insanlıq məsuliyyətlərimizdir. Yəni təhlükəsizlik bir məsuliyyətdir, bir öhdəlikdir. Bu elə bir amil deyil ki, ona sadə yanaşasan. Təhlükəsizlik tələb olunan yerdə ki, o hər yerdə tələb olunur, insan istər-istəməz öz məsuliyyətini, öz öhdəliyini dərk eləməlidir və əfsuslar olsun ki, bəlli səbəblərdən o vaxt aparır. Və şübhəsiz ki, müəyyən mərhələdə dərk eləyirsən ki, orada maliyyə məsələsi çox böyük rol oynayır. Yəni təhlükəsizliyə riayət etməyən, hələ ki qabağa gedən nə insan var, nə də təşkilat, müəssisə. Hamısı bankrot olur, ziyan çəkir və s. Və bu üç bizi bu barədə düşünməyə vadar edən amillərin üçü birində mədəniyyəti formalaşdırır. Mədəniyyətin formalaşdırılmasının sürəti bilavasitə müəssisəninmi, qrup insanlarınmı, fərqi yoxdur. Rəhbərliyindən asılıdır. Çünki liderlik tələb olunur ki, qrup insan o istiqamətdə daha ciddi, daha məsuliyyətli olsun. Ona görə rəhbərlikdən asılıdır bu sürət. Ki, nə dərəcədə cəmiyyət götürür bu mədəniyyəti və onu dəstəkləyir. Doğrudur, çox gözəl məqamlar var. Təşəkkür edirəm. Növbəti sualımız, bəs belə bir hal olubmu ki, təcrübənizdə təhlükəsiz işləmək əvəzinə risklə işləməyin normal sayıldığı hallar? Bilmirəm. Və hardasa az öncəki verdiyiniz cavabla hardasa uyuşur kimi gəlir. Mən belə başa düşürəm ki, siz daha dəqiq nümunələrin üzərində mənim fikrimi cəmləşdirməyimi istəyərdiniz. Mən indi fikirləşirəm ki, şübhəsiz ki, sənaye çox geniş bir mövzudur. Sözsüz. Yəni elə mövzu var ki, orada eləmçinə proseslər var ki, onu o sənayenin içində olan 3-4 nəfər bilir və kənardan qiymət vermək olmur. Ona görə mən çalışıram indi elə bir cavab verim ki, o sizi seyr eləyən seyircilər də anlasın mən məsəl üçün nəyi nəzərdə tuturam. Əfsuslar olsun ki, hələ ki götürək tikinti sahəsini hamımızın müşahidə edə bildiyimiz hər gün bir səhnə var. Bir binadır, hündür mərtəbəli və təmir işləri, təmir bərpa işləri gedir və scaffold deyilən, Sovet vaxtı lesa deyilən bir qurğular yığılır hündürlükdə işləmək üçün, bəli, dəmirdən. Və görənlər görür, görməyənlər bəlkə də maraqlanır, amma 90% günün bugünkü gündə 90% gördüyümüz bu qurğular hansı ki, əslində həyatı xilas etmək üçün nəzərdə tutulub. Xilas yox, yəni ölümün qarşısını kəsmək üçün nəzərdə tutulub. Bunların heç biri, yəni 90%-in heç biri heç bir standarda uyğun deyil, heç bir təhlükəsizlik tələbatına cavab vermir. Amma maliyyə daha üstün dəyər hesab olunduğu üçün təhlükəsizlikdən ki, o ən böyük səhvdir. Biz hələ də görürük ki, açıq-aşkar günün işığında xəlvət deyil, kifayət qədər təhlükəli avadanlıqdan istifadə olunur. O təhlükəli avadanlığın da yaratdığı onlarla risklər bəlli ki, nəzərə alınmır və iş standart kimi qəbul olunur. Belə bir misal çəkdim ki, yəni bu hamı görür bunu misal üçün. Doğrudur, tamam, doğrudur. Təşəkkür edirəm. Növbəti sualımız ona ibarətdir ki, texniki rəhbər olaraq risklə işləmə yanaşmasının təhlükəsiz iş mədəniyyəti çevrilməsinin qarşısında duran əsas çətinliklər nələrdir? Okay, biz mədəniyyətin qurulmasından danışdıq, aşağı-yuxarı məlumat verdik, amma bunun qarşısında duran, yəni bu qurulmanın qarşısında duran əsas çətinlik nələrdən ibarətdir? Çox sağ olun suala görə. O sual bir balaca sualın qurma tərzi sizdə bizi kök səbəblərə aparır
ki o da bilirsiniz də o çox güclü araşdırma Doğrudur. tələb eləyir, amma həm də o 45001 standartına görə o lap dərin araşdırma tələb eləyir, amma ümumi sözlərlə mən belə cavab verərdim sizə. Ən böyük bu istiqamətdə inkişafın qabağını kəsən insana çox xas olan sadə xüsusiyyətlərdir. Məsəl üçün. Məsəl üçün, belə bir anlayış var, qrup istiqaməti. Aha. Yəni bir qrup insan şirkət açır, tikinti ilə məşğuldur və çoxluq üzdə olan təhlükələri ya görməzdən gəlir, ya da görmür. Bir nəfər hətta görsə belə qrupdan ayrılmamaq və yaxud da Peer group pressure seçilməmək, deyirlər. bəli, yəni seçilməmək, gecikməyə səbəb olmamaq qorxusundan mı deyim? Yəni bu biridir. Bu biridir. Bu sadəcə biridir. Bunun kimi həddindən artıq Ne çox. boş materialda da belə bir point var. Onun haqqında danışır. Eləmi? Peer group pressure, bəli. Ha, yəni insani xüsusiyyətlər həmən mədəniyyətin qarşısını çox alır, həddindən artıq və ona görə də biz belə deyək də ictimai məxluq olduğumuz üçün struktur çox böyük rol oynayır. Yəni hər hansı bir işdə people management deyilən belə bir prosesdə struktur çox böyük rol oynayır. Qrupa rəhbərlik edən kəs böyük rol oynayır. O rəhbərin rəhbəri böyük rol oynayır və biz bayaq qeyd elədiyimiz kimi mədəniyyət rəhbərlikdən üzə aşağı düşür. Yəni rəhbərliyin mədəniyyəti yox, mədəniyyətə dəstəyindən artıq bu yayılır qruplar arasında fərdlərə. O olmayandan sonra həmən bu yenə də o da insani xüsusiyyətlərə görə olmayandan sonra həmən mədəniyyət çox gec yetişir, bəzən unudur. Ən pisi odur ki, hətta bəzən hadisə baş verir və bu mədəniyyətin qanun tərəfdən tələb olunduğu yada düşür və biraz belə deyək də buna diqqət yetirilir. O ən pisidir. Ən pisi odur. Ən gözəli odur ki, hadisə baş vermədən insani məsuliyyət daha öndə olanda bu daha keyfiyyətli və təhlükəsiz olur əlbəttə ki. Okay. Gözəl. Adətən təcrübəmizdə rastlaşmışıq ki, bir çox sətan nümayəndələri, sətan əməkdaşları təhlükəli vəziyyət görəndə dayandırmağa çəkinir. Yəni bu işi dayandırmaq lazımdır qərarını vermək və bunu açıq şəkildə demək nəyə görə bu praktikada bu qədər çətin olur? Yəni bu insan üçün maneə törədə biləcək bir şey nədir? Elədir. Əlbəttə ki, elədir və bunun da əfsuslar olsun ki, cavabları, səbəbləri çox olduğundan bu biraz geniş mövzudur, amma qısaca bir neçə səbəbini qeyd edə bilərəm mənim təcrübəmdə, mənim təbii ki, yaşadığım təcrübə ərzində rastlaşdığım biri əməliyyat təzyiqi, yəni müdiriyyət təzyiqi deyilən bir şey var. Haçan ki, maliyyə aspektləri təhlükəsizlik aspektlərindən daha üstün tutulanda, haçan ki, məsəl üçün fərd görür ki, onun sözü dəstəklənməyəcək, yəni qalacaq ortalıqda, hətta əksinə cəmiyyət onu bir problemli insan kimi qəbul eləyəcək. Və bu faktorlar əlbəttə ki, təsir eləyir. Bu faktorların qarşısını ala biləcək yenə də mədəniyyətdir. Hər bir müəssisənin, hər bir insanın müəyyən əvəz olunmaz və heç bir kompromisə getməyən dəyərləri olmalıdır. Artıq uzun illərdir ki, bütün işlər, bütün fəaliyyətlər lazımi dəyərlər əsasında qurulur. O dəyərlərdən biri təhlükəsizliyin özü böyük rol oynayır. Yəni, dəyər nədir bizim üçün? Nə olursa olsun, mən öz inandığım istiqamətdən geri çəkilən deyirəm. Misal üçün, BP şirkətində xəlvət deyil, bu açıq-aşkar təqdim olunan məlumatdır. SCORE deyilən bir dəyərlər sistemi var. Safety, Courage, One Team, Respect, Excellence. Bunların tərcüməsi nədir? Yəni,
ilk gedir təhlükəsizlik. Təhlükəsizlik BP şirkəti üçün dəyər kimi qəbul olunmuş bir amildir və ondan sonra gəlir, yəni sizin sualınıza cavab olaraq gətirirəm, hünər. Hünər rəsmən bu şirkətdə dəyər kimi qəbul olunur. Deyəcəksiniz ki, hünərli nə etmək olar ki? Hünər elə odur ki, istədiyin fikri, təhlükəli şərait, təhlükəli hərəkət və yaxud da təhlükəli hal və yaxud təhlükənin özünü təyin elədiyin zaman işi dayandır hünərini həmən şirkət öz işçilər arasında dəyər olduğu üçün inkişaf elətdirir və tələb edir. Bu mədəniyyətin inkişafına yolunda ən birinci mərhələdir ki, insan nəyin, hansı fəlsəfənin arxasıca gedir. Adını çəkməmək şərti ilə əfsuslar olsun, həddindən artıq tez-tez biz bu gəlir dəyəri ilə rastlaşırıq ki, anlaya bilərsən. Əlbəttə ki, sənin gəlirin sənin üçün vacibdir, amma bütün həm iqtisadi, həm psixoloji belə deyək, tədqiqatlar onu göstərir ki, gəlir dəyər ola bilməz. Gəlir nəticədir. Dəyər nə idi? Biz danışdıq. Heç bir kompromisə gedilməyən yol. Yəni ki, nə olursa olsun, mənim təhlükəsizlik dəyərim aşağı düşməyəcək. Gəlir hesabına sən onu təmin edə bilərsən. Gəliri məsəl üçün azaltmaqla, təhlükəsizliyə daha çox xərc yönəltməklə sən təhlükəsizliyin səviyyəsini yuxarıda saxlaya bilərsən. Amma məncə həmən şeyi biz tərsinə deyə bilmərik, eləmi? Yəni təhlükəsizliyin hesabına gəlirin qalxması dəyər olduğuna görə alınmır. Ona görə o dəyər ola bilməz. Dəyərlər düzgün seçilməlidir. Bəs yaxşı. İşi dayandıran rəhbər. Deyək ki, okey, bu şəxsin cəsarəti də var, təhlükəsinə önəm verilir, dəyərləri var və s. İşi dayandıran rəhbər. Yəni söhbət burada yəni fərq yoxdur. Rəhbər şəxsdən gedir. Yəni, nəyəsə məsuliyyət daşıyır. Bəli, məsul şəxs. Bu rəhbər şəxs sahədə necə qəbul olunur? Yəni təhlükəsizliyi qoruyan kimi, yoxsa bir növ problem yaradan kimi? Biz məcburiyyət qarşısında bu sual bizi yenə də gətirir, çıxardır mühitə. Təhlükəsizlik mədəniyyəti doğru, düzgün, qaydasında olan bir ərazidə əlbəttə ki, belə rəhbər və rəhbər olmasa da belə sıravi işçi dəyərləndiriləcək. Çünki mədəniyyət qəbul olunmuş yerdə artıq o mədəniyyətin altında nələr çatdırılır, artıq bəllidir. Onlardan biri görsənməyən xərclərin qarşısına alınmasıdır. Bəli. Yəni bu iceberg sxemini bilirsiniz. Siz bir bazı o vaxtı məlumat verin. Yəni iceberg sistemi o gizli xərclərin hesabatı üçün nəzərdə tutulmuş bir rahat bir tooldur, instrumentdir ki, bildiyiniz qədər suda üzən icebergin yalnız 10% görsənir, yerdə qalanı bilinməyən nə qədər, amma əslində 90%-dir o şeydə suyun altında görsənməyən kimi xərclərdə də eləsinə sistem tətbiq olunur. Məsəl üçün İraq bir hadisə baş verir. Üzdə olan xərc bəlli, məsəl üçün avadanlıq, amma onun altında sığortalar, əlavə iş saatları, istintaqlar və s. yəni ki, indi çox da şey eləmək istəmirəm, orada çox qəliz, çətin sistemdir, amma çox faydalı sistemdir. Onlar nəzərə alınmır mədəniyyət olmayan yerdə. Sonradan oturub hesablayırlar, biz ziyandayıq. Amma bu mədəniyyət inkişaf etmiş müəssisədə həmən iş dayandırılanda bütün biz danışdıqlarımız artıq nəzərə alınmış kimi hesab olunur. Və ona görə müəssisəyə dəstək kimi qəbul olunur. Bunlar olmayanda əlbəttə ki, düşmən kimi baxırlar adama ki, bu qoymadı biz işləyək. Yəni, hər şey asılıdır işçinin, rəhbərin işlədiyi müəssisənin mədəniyyətinin səviyyəsində. Əla, bəs Hikmət müəllim, belə bir vəziyyət olubmu ki, mən geriyə baxdıqda, yəni təcrübənizdən bəhs edirəm, işi dayandırmaq
daha doğru qərar olardı. Amma davam etdirmədik. Yəni bir vəziyyətlə, situasiya ilə. Ən çətin seçimimiz bu həyatda mən həmişə özüm üçün elə demişəm ki, özün özünlə səmimiyyətdir. Yəni başqası ilə səmimi ola bilərsən, amma bəzən özümüzü axtara qalmışıq. Mən o qərara gəldim ki, səmimiyyət hamısından gözəldir. O qədər olub ki, yəni mən bu sənayedə düzdür, çox qat-qat təcrübəli insanlar var, amma ərk elib deyirəm ki, məsələn 20 ildən çoxdur məşğulam da müxtəlif işlərlə. Həddindən artıq özünüz bildiyiniz kimi özünüz təqdim edəndə dedim, facility management deyilən bir sənaye, bilənlər biləcək, çox geniş spektrli bir sənayedir və bir-birinə çox vaxt əlaqəsi olmayan fəaliyyətlər, hansı ki sən məcbur əlaqələndirilməlisən. Əlbəttə ki, peer pressure, yəni ki, işlədiyin insanların sənə təsiri, əməliyyatın təsiri, deadline, yəni qrafiklərin təsiri olub. Amma ən pis odur ki, haçan nəsə alınmadı, özünə dərs çıxartmağın şərtdir. Yəni, belə bir ifadə var, səhv eləmirəmsə, qədim Yunanistandan gəlir, indi yadırlarmışam, yadımda deyir, amma ifadə nə deyir? Ən böyük axmaqlıq eyni şeyi 2 dəfə eləyəsən və gözləyəsən ki, nəticə fərqli olsun. Ona görə, bəli, biz elədiyimiz səhvlər, hansını ki biz qəbul eləməliyik və hətta qəbul eləməkdən başqa çox dərin oturub düşünməliyik ki, neyniyək ki, biz bu səhvləri yenidən etməyək. Eləmişik. Bütün sənaye, bütün biz bugün istifadə elədiyimiz nemətlər, paltar, avtomobil sənayesi, indi kosmos sənayesi, hamısı səhvlərin üzərində qurulub. Ona görə biz səhvlərdən qorxmayaq, amma təkrar səhvlərdən çox çəkirik. Əla, indi növbəti sualımızla bir növ əlaqələndirir bu səhv məsələsini. Buyurun. Biz qəzalardan sonra tez-tez insan səhvi ifadəsini eşidirik. İnsan səhvi. Okay. Yəni sizin tərcümənizə görə bu həqiqətən əsas səbəbdir, yoxsa daha dərin problemlərin nəticəsidir? Maraqlı sualdır. Bu sualın marağı nədədir? Biraz ola bilsin, biraz mən geniş çalışım, fikrimi çatdırım. Fərqli sənayələr, fərqli istiqamətdə insan səhvi fərqli qəbul olunur. Misal, elementar misal, o fərqi mən sizə ifadə elədiyim üçün də, yəni eyewitness deyilən bir şey var. Yəni gözümlə görmüşəm. İnsan gəlir deyir ki, mən gözümlə görmüşəm ki, adam filan yerdə, filan saatda olub. Hüquqşünaslıqda bu dəlillərin yuxarı mərhələ sayılan kateqoriyadır. Düzdür, o da yoxlanılmalıdır, amma yuxarı statusu olan bir dəlil hesab olunur. Yəni evidence deyək də, yəni ki, yuxarı sayılır. Elmdə bu ən aşağı, ən etibar eləyə bilmədiyimiz, yəni elm adamları etibar eləyə bilmədiyi bir dəlil hesab olunur. Eyni adamdır, sözünü deyir, hüquqşünaslıqda çox yuxarı dəyərləndirilir, elmdə üzr istəyirəm, bir qəpik dəyəri olmayan bir ifadə. Yəni ki, niyə? Çünki biz də indi müzakirə elədiyimiz texniki proseslərdir və texniki aləmdir, sənayədir deyə bu daha çox elmə yaxındır. Niyə? Bildiyim qədər bir 3000 il yaşı olan bir ifadə var. Errare humanum est ki, tərcüməsi səhv etmək insana xasdır. 3000 il yaşı var bu ifadənin. O bizim yaşımıza, bizim vaxtımıza gəlib çıxıbsa, deməli o ifadədə nəsə var. İnsan da oradan da səhv edər.
İstər işdə, istər evdə, istər münasibətdə, istər planlarında olur. Sadəcə olaraq sənayədə, yəni hüquqşünaslıqda yox, elmdə yox, sənayədə artıq son illər və bu doğrudur, insan faktoru kök səbəb kimi artıq qəbul olunmur. Olunmur. Əvvəllər var idi. Bəli, hadisə baş verirdi. O elədi. Bitdi. Bunu ilə də o başa düşdük ki, biz tapdıq da o adam elədi. Adamı ya işdən çıxartdılar, ya nə oldusa güya problem həll olundu. Elə deyil. İndiki zamanədə həm qanun tələbatı, həm bizim borcumuzdur ki, hər bir hadisə çox diqqətlə araşdırılmalıdır. Kök səbəb tapılmalıdır və kök səbəb əgər səni sırf insanın səhvinə gətirir, çıxardırsa, deməli sən araşdırmanı düz aparmamısan. O insanı o səhv etməyə nə vadar eləyibsə, sən onu tapmalısan. Və o insan o səhvi buraxmasın deyə gələcəkdə onun kimi insan çoxdur. Eyni səhvlər buraxıla bilər. Sən onu prosedur olaraq, yəni proses olaraq nə edirsən ki, hansı qabağına layer of protection qoyursan ki, yəni səth qoyursan ki, qoruyucu ki, adam yenə həmən səhvi buraxsa, təhlükə, risk nəticələnməsin, yəni risk nəticə verməsin. Ona görə mənim zəmnimcə bəli, cavabım elə olacaq. Sənayədə insan səhvi anlayışı vacibdir. Onu contributing factor deyirlər də, yəni ona o işi aparan faktor kimi biz qəbul eləməliyik, amma bu bizim kök səbəbimiz ola bilər, bilməz. Bizim idarə etmə sistemimizdə boşluq var idi ki, bu baş verdi. O demək deyil ki, biz günahkarıq. Bəlkə nəzərə alınmamışdı elə bir təhlükə heç vaxt. Amma hadisə araşdırılıb, səbəbi bilinəndən sonra təzədən, özür istəyirəm, o səhvi buraxmaq olmaz və sən prosesivi, sənədlərini, bəzən mədəniyyətini dəyişib yenidən tətbiq eləməlisən yeni qayda ilə. Ona görə belə şeyləri ən yaxşı idarə edən sistem plan, do, check act prosesidir ki, onun mütəmadi continuous improvement, yəni davamlı inkişaf göstəricisidir və belə deyək də yoludur. Davamlı inkişaf istiqamətini seçən müəssisələr hal-hazırda bəlli hamımız tanıdığımız dünyada ən uğurlu müəssisələrdir və o istiqamət doğrudur. O istiqamətdə insan səhvi artıq kritik və son faktor kimi heç vaxt qəbul olunmur. Heç vaxt. Yalnız sistem səhvi araşdırılıb tapılmalıdır. Təşəkkür edirəm Hikmət müəllim. Buyurun. Çox sağ olun. Dərin və geniş məlumat bölüşdünüz bizimlə. Artıq keçirik sonuncu sualımıza. Buyurun. Və bizi bilirsiniz ki, izləyicilərimiz arasında gənc mütəxəssislər də yer alır. Və bu baxımdan hər mövzumuzun sonunda biz gənc mütəxəssisimiz tərəfindən bir tövsiyə almaq istərdik. Bu gün texniki sahəyə yeni başlayan gənc mütəxəssislərə risk, təhlükəsizlik və qərar vermə ilə bağlı verə biləcəyiniz ən vacib tövsiyə nə olardı? Mən onu deyə bilərəm ki, indiki dövr sətəm peşəsini seçən gənc mütəxəssislər üçün ən gözəl, ən uyğun dövrdür. Niyə? Çünki bunu hamı hiss edir ki, artıq bu dövlət tələbatı səviyyəsində daha da dəyərləndirilən və support olunan bir sahədir. Vaxt var idi ki, burada gizli bir şey yoxdur ki, təhlükəsizlik texnikası o qədər də dəbdəmi deyirdimi deyim, maraqlı yox idimi deyim, yoxsa o vaxtı baş verən iqtisadi proseslər ona şərait yaratmırdımı deyim, təkan vermirdi. İndiki zamanədə görürsən ki, hər istiqamətdə bu sətəm prosesinə diqqət çox böyükdür. Tövsiyəm bircə dənə ola bilər. Ən çox da gənc mütəxəssislərə. Gördüyünüz işə elmi yanaş.
araşdırın. Bir sözə inanmayın. Hər sözü dəqiqləşdirin. Bir belə deyək də mənbədən qidalanmayın. Müxtəlif istiqamətdə dünya təcrübəsini öyrənin. Hər istiqamətdə çalışın, peşəkarlaşın. Həm riskin qiymətləndirilməsi, həm hadisələrin araşdırılması. Bu aiddir həm əmək təhlükəsizliyinə, ekologiyaya da aiddir. Yəni sadə yanaşma bir balaca geri saxlaya bilər. Elmi yanaşmaq lazımdır. Bu işi öyrənmək lazımdır və dayanmadan. Hətta artıq peşəkar statusunu rəsmi alandan sonra da onu davamlı öyrənmək lazımdır. Niyə? Çünki dünya dəyişdikcə, həyat dəyişdikcə ətrafımızdakı təhlükələr də dəyişir və bunun ən gözəl göstəricisi Covid oldu ki, dünya hazır deyildi bu elə bir dərdə. Amma yenə də indi bu üzrə də təcrübəmiz var. Hər bir problem özünə imkanlarla gətirir. Ona görə davamlı elmi yanaşma, öyrənmək. Kim deyib yadımdan çıxdı. Təşəkkürlər Hikmət müəllim. Minnətdaram. Sizin sizə bugünkü minnətdaram. cavablarınız kifayət qədər bizlər üçün qane edici oldu. Ümid edirik ki, izləyicilərimiz üçün də eyni qane edici bir məlumat olar. Çox ümid Çox sağ olun, vaxt ayırdınız. Siz çox sağ olun. Çox minnətdaram. İnşallah hər birinizə sizi daxilamağa təhlükəsiz bir iş mühiti arzulayırıq. Hər hansı bir sualınız, təklifiniz, iradınız və ya ki, növbəti mövzumuz nə haqda olsun və hansı mütəxəssisimizi bizim rubrikamızda görmək istədinizsə, fikirlərinizi like bölməsində bölüşməkdən çəkinməyin. Sağ olun, salamat qalın.